Prezident administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxışında dövlət idarə etməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş siyasi partiyalar haqqında qanunun əhəmiyyətindən danışarkən bildirib ki, yeni qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyasının formalaşması prosesində aparıcı instituta çevrilməsinə xidmət edib. Sizləri salamlayıram, möhtərəm prezidentimizin adından salamlayıram. Bu torpağa xoş gəlmişik, xoş gəlmisiniz deyirəm. Nə gözəl ki, bu baharın ilk günlərin biz sizlərlə birlikdə burada qarşılayırıq, keçiririk və fürsətdən həm istifadə edib 2 gündən sonra burada qadınlar bizim deməli iştirak edirlər. Onları və bütövlükdə siyasətdə olan xanımları, Azərbaycan qadınlarını 8 Mart bayramı münasibətilə təbrik etmək istəyirəm. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə hər birinizi bütövlükdə təbrik etmək istəyirəm. Fevral ayının 25-də bizim siyasi camiyə ilə elə bu 24 siyasi partiyanın və sizlərin iştirakı ilə Hilton Otelində çox hesab edirəm ki, səmərəli, çox samballı növbəti bir görüş olmuşdu. Bu da onun bir davamıdır. Bu da həmin səhifələrə yeni möhürdür, yeni uğur tarixçəsidir. Bu uğur tarixçəsinin davamlı olmasını, bu uğur tarixçəsinin əbədi olmasını, xalqımızın, millətimizin birliyi naminə əbədi olmasını arzu edirəm. Bütün xalqımızın möhtərəm cənab prezidentin ətrafında bundan sonraki dönəmlərdə də sıx birləşərək yeniləşən Azərbaycanımıza sədaqətlə xidmət etməyi arzu edirəm. Təşəkkür edirəm.